də Talış adının çəkilməməsidir. Misal üçün, İlham Əliyevin çıxışlarına baxın, heç bir çıxışında Talış adı yoxdur. Və ya da Heydər Əliyevin çıxışlarına baxın, bir neçə dəfə Talışların adını qeyd edib. Bu da artıq məcbur olub. Yəni ki, burada artıq başqa yol yoxdur. Sən Talış deməyə məcbursan. Misal üçün, Azərbaycanda bu hadisələr baş verdiyi vaxtda Əli Şamla bağlı həmin vaxtı Talış adını çəkmişdi. Ondan bu yana dövlət prezidenti səviyyəsində biz Azərbaycanda Talış adının çəkildiyini görməmişik. Olmayıb. Və bunu nəyə görə etmirlər? Bu təkcə prezidentə mi aiddir? Yox, müxalif qüvvələrə baxan, onlar da KGB-nin bir hissəsi olduğuna görə həm Əli Kərimlisi olsun, İsa Qəmbəri olsun və yaxud da Real Partiyasında Natiq Cəfərli və yaxud da Elçin Qədərli kimi insanlar olsun, bunlar hansı ki Rusiya tərəfindən idarə olunurlar hamısı. Bunlar da eyni prosesi izləyirlər. Yəni onlar da KGB-dən gəlmiş, yəni Rusiya kəşfiyyatından gəlmiş bir ənənə ilə, bir göstərişlə hətta, yəni hazırda Rusiyadan alınan göstərişlə hərəkət edirlər Talışlara qarşı və onlar da ad çəkməkdən imtina edirlər.